Salam, hörmətli izləyicilər. Mən hüquqşünassal Seyidzadə dinəm. Şəhriyar Nadirin bir videosuna baxdım. Video hazır idi. Videoda iki məsələ toxunub. Düzdür, bir çox məsələ toxunub, amma əsasən iki məsələ toxunub. O barədə danışmaq istəyirəm. Birincisi, aktrisa səbəb bildirir ki, orada əxlaqsız qadınla ərinə xəyanət edən qadının arasında yenə görə qədər fərqi var. Şəhriyar bəy də ona fikir bildirir ki, bəs hamısı eyni şeydir. Amma digər məsələ ondan ibarətdir ki, arvadı tərəfindən dövmüş ərin xəstəxanalı olub. Deyir ki, bəs feministlər də onu müdafiə etmir, kişini müdafiə etmir, yalnız qadınları müdafiə edir, kişi nə olsun. Bəli, Şəhriyar bəy, mən sizi izləyən kanallara baxıram, amma hüquqşünas kimi deməzdən bir neçə fərqi var. O barədə danışmaq istəyirəm. Amma əvvəlcə bir məlumata çatdırım. Mən hüquqşünassal Seyidzadə əri təşkilatının rəhbəri kimi və ərli şəxs kimi dünyada araşdırma aparmışam. Dünyanın 40 tanınmış ərlər haqqında kitab hazırlamışam. Motivasiya kitabını 40 manat satıram. Kim almaq istəsə, telefon nömrəmin videonun izahı yerində qeyd olunub. YouTube kanalında, eyni zamanda YouTube kanalı şot bölməsində var. İstənilən videonun üzərində, kart nömrəndə. Həmin telefon nömrəsindən və kart nömrəsindən də siz onlayn hüquqi məsləhət ala bilirsiniz. Hörmətli izləyicilər. Və keçən mövzuya ki, əxlaqsız qadınla ərinə xəyanət edən qadının arasında nə fərq var? Hüquqi cəhətdən fərq var, onu qeyd edin ki, böyle bir fərq var. Təəssüf ki, mən insan kimi, vətəndaş kimi bu fərqi bəyənmirəm. Məhkəməlidir ki, Avropa Məhkəməsinin qərarı var ki, ərinə xəyanət etmiş qadının, məsəl üçün sevgilisi varsa, istədiyi varsa, onun şəxsi işidir, biz bir şey edə bilmərik. Amma əxlaqsız qadın pul qarşılığında, ödəniş qarşılığında, tutaq ki, məsəl üçün deyəm, 100 manata, 200 manata gedir, nəsə, belə deyək, insan arzu ilə məşğuldursa, o halda məhkəmə qərarından uşaqlar arını ataya verir. Amma təəssüf ki, mənə vətəndaşlar müraciət edir ki, dəfələrlə ki, bəs mənim arvadımın WhatsApp yazısını tutmuşam, səsli yazısını tutmuşam və yaxud da videosunu tutmuşam, şəkil tutmuşam, başqasından bir yerdə uşaqlar mənə vermək olarmı? Xeyr, olmur. Çox təəssüf ki, bu bizim mənəvi dəyərlərə ziddir, amma məhkəmə Avropa Məhkəməsinin qərarını əsas götürür. Çox təəssüf bu məsələdə. Digər məsələdə demək istəyirəm ki, bəli, kişilərin hüquqları pozulur, daha çox qadınların hüquqları qorunur. Mən məsəl üçün işlərdən bir neçəsini misal çəkmək istəyirəm, belə deyək də. Qanunla bilirsiniz ki, qeydiyyatda olan şəxs əgər qeydiyyatdan çıxardılırsa, o halda mülkiyyət sahibi, yəni həmin şəxsə təzminat ödəməlidir, kompensasiya ödəməlidir. Məhkəmələr də bunu belə deyək, 3 illik kirayə puluna yəni əsaslandırır. Həmin ərazidə ev kirayə neçəyədirsə, məsəl üçün deyəm, 300 manatdırsa, 300 manatı bu 36 aya ev və qərar çıxarır ki, tutaq ki, məsəl üçün deyəndə, dəqiq deyə bilməm, məncə 10.800 edir. 10.800 ödənilsin, məsəl üçün, belə bir qərar qəbul edir, 300 manatdan. Yəni ki, bu formada təzminat ödər. Amma məndə elə işlər var ki, kişi arvadından boşanıb, ev arvadının adındadır. Kişiyə təzminat ödəmirlər. Nəli kişisə, niyə? Bəs yaxşı, arvad kişinin evdən çıxıb gələndə arvada kişi ödəyir axı. Nəyə görə fərq qoyulur? Belə bir məsələ var, nəzərə almaq lazımdır. Çox təəssüf. Maraqlısı budur ki, biz xarici dövlətdə deyirik, Avropa deyirik. Avropanın özündə də başqa bir qanun var. Məsəl üçün, kişi arvadına xəyanət edirsə, arvad kişiyə xəyanət edirsə, o halda uşaqları verir digər validinə. Və yaxud da əmlak vermir, ev vermir. Amma bizdə daxil yoxdur. Arvad kişi xəyanət etməli, əmlak bölünür. Təsəvvür gətirirsiniz, bu da ziddir. Uşaqlar da verir araya bir mənalı şəkildə. Gəl sübut eyəsə, ya ana narkomandır, piyanistkadır və yaxud üzr istəyəm, insan arva ilə məşğuldur, ondan sonra uşağı ataya verirlər. Niyə? Niyə bu xəyanət nəzərə alınmır? Deyir ki, şəxsi işidir. Elə deyil. Uşaqları var. Nəzərə almaq lazımdır. Mən də hüquqşünas olmağa baxmayaraq qanunlara tabiyəm. Yəni qanun nə deyirsə onu deyir. Amma vətəndaş kimi mən bir şeydən narazıyam ki, boşanım, sonra nə gedir?
Boşanmamış edirsə məhkəmələr bunu nəzərə almır. Bir absurddur. Deyir ki, şəxsi işidir. Şəxsi iş ola bilməz axı. Uşaqlara sən belə mənfi təsir göstərirsə, tərbiyəsini pozursa, heç vaxt şəxsi iş ola bilməz. Hə, boşandıqdan sonra nə istəyirsə, özü də bir şey deyin, kişiyə də təzə bir şey çıxıb. Orada olmalı. Gəlirlər, yoldaşım mənə xəyanət edib, boşanıram, falan şeyiyəm. Əgər sən boşanırsa boşandı, qabaq amma elə də öldür. Mədəni şəkildə gəlib deyirlər ki, bizim xəziyyətimiz uyğun gəlmədi, gizladırdılar. Amma indi açıq aydın deyirlər, bir absurddur, dəhşətdir. Nəyə lazımdır belə bir şey? Boşanırsa boşandı. Hətta indi gəlib deyirlər ki, uşaq məndən də ötləyin anazəyə nədə ahmet verməsinlər, bir absurddur. Hətta indi qadın kişi hüquqlarına toxunduğu deyirlər ki, qadın hüquqları bərabərdir. Mən deyərdim ki, qadın hüquqları üstündür hətta. Bilirsiniz, beynəlxalq normaya görə, beynəlxalq konvensiya əsas götürür. Onun beynəlxalq normada hansı ölkədə qadın hüquqları pozur, bizim necə hesablanır. Baxırlar görür ki, qadın olduğuna görə nə qadağandır. Bizdə amma mən bir də belə qanun göstərdim ki, qadının təhsil almağı qadağandır, qadının işləməyi qadağandır, qadının siyasətdə iştirak etməyi qadağandır, qadının səs vermə hüquqları qadağandır. Bir də ümumiyyətlə qadın olduğuna görə nəsə qadağandır onu mənə göstərdir. Bizdə qadınlar maşında idarə edir, siyasətdə də iştirak edir, hər şey edir və işləyir də. Mənə göstərdin ki, qadınlara nəsə qadağandır. Sonra danışın ki, qadın hüquqları pozulur. Hə, məişət zorakılığı ola bilər. Hansısa arvadı döyə bilər, nəsə işgəncə verə bilər, nəsə ola bilər. Bu başqa bir məsələdir. Bu qadın hüquqlarının pozulması deyil. Mənə bir göstərdin ki, qadın hansısa bir təşkilata müraciət edir və onun hüquqlarını müdafiə etmədilər. Yoxdur axı elə bir şey. Danışanda deyirlər qadın hüquqları. Amma kişilərin hüquqları bizdə zəif qorunmur. Demək olar ki, hansısa bir qadın getsə, hansısa bir təşkilata hüquqlarını müdafiə etməsi mütləq şəkildə mətbuatda iştirak edəcək, hamı iştirak edəcək. Amma kişilərin hüquqları pozulanda ən yaxşı halda onu vəkili müdafiə edir. O da pul qarşılığında. Müəyyən halda kimsə imkanı yoxdursa, cinayət törədibsə o halda dövlət vəkili. Amma hər yerdə qadın hüquqlarını qorunur. Mənə dediyin kimi gəlsin göstərdin ki, qadın olduğuna görə bu şey sənə qadağandır. Yox, əksinə üstünlük verirlər. Alimentin ödənməsində də qadına üstünlük verirlər. Uşağın verilməsində də, pay bölgüsündə də qadına üstünlük verir. Gətirin mənə göstərdin ki, nədə üstünlük verilmir. Qadına iş yerində belə əskər getmədən işləyə bilər. Amma kişiyə mütləq əskər getməlidir. Müəyyən üstünlüklər var da qadın olduğuna görə belə deyil. Hətta pay bölgüsü zamanı müəyyən məsələ nəzərə alınır. Digər məsələ nəzərə alınır. Yəni qadınlar üstündür bizdə. Deməyin ki, qadınlar hüquqları bərabərdir. Qadın hüquqları bərabərdir. Feministə gəlir çıxır ki, bəs qadın hüquqları belə, qadın hüquqları belə. Həmən kinesidən görüşə. Sən boşan kinesidə görüşlə, sənə deyən yoxsa yaxı görüşmə. Sən boşanmaya, niyə görüşürsə? Söhbət bundan gedir. Hörmətli izləyicilər. Sonunda xahiş edən dəstək üçün mən bayaq göstərdim kitabımı, dünyanın 40 tanınmış əlilləri haqqında hazırladığım kitabdır. Bunu mən həm hüquqşünas kimi öz təcrübəmə əsasən, həm əlil təşkilatın rəhbəri kimi öz təcrübəmə əsasən, eyni zamanda əlil şəxs olduğuma görə, əlil arabasında olduğuma görə öz təcrübəmə əsasən dünyada araşdırma aparmışam və 40 tanınmış əlillər haqqında kitab yazmışam. Burada Uzbekdə var, başqaları da var. 20 manat satan. Dediyim kimi dəstək üçün kanala abunə olun, videonu bəyənin, qoyun hamı bilsin. Diqqətinizi görə sağ olun. Sağ olun.